Salam, bugün mən sizə coğrafiya test toplusu birinci hissə 2025-ci il səhifə 56, 50-dən başlayaraq bir neçə məsələlərin 51-dən başlayaraq bir neçə məsələlərin izahını verəcəyəm. Digər məsələlərin izahını YouTube-a yükləmişəm. Kanala abunə olub həmin məsələlərin izahına baxa bilərsiniz. Abunə olmaq yəni ödənişsizdir. Məsələ 28-ə baxaq. Bakıdan 270 dərəcəlik azimutda yerləşən və Bakı ilə yerli vaxt fərqi 6 saat 52 dəqiqə olan məntəqənin saat qurşağını tapın, müəyyən edin. Biz bilirik ki, Bakı 50 dərəcə şərq uzunluğunda yerləşir və 270 dərəcəlik azimut deyirsə, deməli, biz qərbə doğru hərəkət etmiş oluruq. 6 saat 52 dəqiqə. 6 saat 52 dəqiqəni də biz dərəcəyə çeviririk. Dərəcəyə çevirmək üçün biz bilirik ki, yer kürəsi öz ox ətrafında qeydlər edək. Demək ki, 24 saata tam dövrəni, yəni bir sutka ərzində yer kürəsi öz ox ətrafında dönür və 360 dərəcəyə tam dövrən edir. 0-cı saat qurşağından 12-ci saat qurşağına qədər olan ərazilər şərq yarımkürəsində yerləşir, məntəqələr şərq yarımkürəsində yerləşir. Artıq 180 dərəcəlik meridiandan qərbə doğru hərəkət ediriksə, baxın, qərb yarımkürəsində yerləşir həmən məntəqələr. Və saat qurşaqlarına baxaq. Saat qurşaqları, misal üçün qeyd edək, 0-cı saat qurşağı sərhədləri 7,5 dərəcə şərq uzunluğu, 7,5 dərəcə qərb uzunluğu və bu məntəqələr, yəni ki, 7,5 dərəcə şərq uzunluğu ilə 7,5 dərəcə qərb uzunluğu arasında qalan bütün məntəqələr 0-cı saat qurşağında yerləşir. Və birdən də misal çəkək, 3-cü saat qurşağı Bakı yerləşir 50 dərəcə şərq uzunluğunda. Misal üçün qeyd edək, 3-cü saat qurşağının orta meridianı 45 dərəcə şərq uzunluğuna düşər. Və 3-cü saat qurşağında fikir versək, sərhədlərinə baxsaq, 37,5 dərəcə şərq uzunluğu ilə 52,5 dərəcə şərq uzunluğu arasında qalan bütün məntəqələr 3-cü saat qurşağında yerləşir. Və yaxud da 2-ci saat qurşağı sərhədləri 37,5 dərəcə şərq uzunluğu, 22,5 dərəcə şərq uzunluğu arasında qalan bütün məntəqələr 2-ci saat qurşağında yerləşər və 2-ci saat qurşağının orta meridianı 30 dərəcə şərq uzunluğu olar. Və burada demək, biz dərəcəyə çeviririk. Əgər demək 1 saata 15 dərəcə dönürsə, yer kürəsi öz ətrafında 6 saat x. Buradan 90 dərəcəni tapırıq. Dəqiqəni də bizə qeyd edir. Fikir versək, 6 saat 52 dəqiqə. 6 saat 52 dəqiqə deyirsə, biz 52 dəqiqəni də çeviririk dərəcəyə. 1 dərəcəyə dönməsi üçün 4 dəqiqə vaxt lazımdırsa, 52 dəqiqə x, buradan tapırıq 13 dərəcə. 90 dərəcənin üzərinə 13 dərəcəni gəlib, tapırıq 103 dərəcə. Deməli, Bakıdan 103 dərəcə biz qərbə doğru hərəkət edirik. Və çatdığımız məntəqə 53 dərəcə qərb uzunluğu olar. Və saatı qeyd edir. Yerli vaxtla saatı müəyyən edin. Və 1 saata yenə də 53-ü 15-ə bölürük. Burada tapırıq 3. Fikir versək, qalığa baxsaq, qalıqda 2 rəqəm 7,5-dən böyükdürsə, üzərinə 1 gəlirik. Deməli, 3-ün üzərinə 1 gəlirik, 4. Və qərb yarımkürəsində yerləşdiyi üçün, biz 24-dən 4-ü çıxırıq. 24-dən 4-ü çıxanda 20. Deməli, məntəqə 20-ci saat qurşağında yerləşər. Məsələ 29-a baxaq. Bakıda yerli vaxtla saat 07:00 olarsa, ondan 2989 km şərqdə yerləşən məntəqədə yerli vaxtla saat müəyyən edin. Bakı yerləşir 40 dərəcəlik paraleldə və aralarında dərəcə fərqi məsafə ilə tapırıqsa, 1 dərəcəlik qövsün uzunluğu 85,4 km,
2989 kilometr. X buradan tapırıq 35 dərəcə. Deməli, Bakı ilə həmən məntəqə arasında dərəcə fərqi 35 dərəcədir. Və dərəcə fərqinə görə də biz saatı tapırıq. 35-i 15-ə bölürük 2. Burada qalıqda 5. 5-i də dəqiqəyə çeviririk. 20 dəqiqə. Deməli, 2 saat 20 dəqiqə edər. Və əgər Bakıda saat 07-dirsə, bu da qeyd edir. Bakıda saat 07:00-dırsa, üzərinə 2 saat 20-ni gəlib, tapırıq 9 saat, saatı tapırıq 9:20-ni tapmış oluruq. Deməli, həmən məntəqənin, demək, Bakıdan 2989 kilometr şərqdə yerləşən məntəqədə saat 9:20 olar. Məsələ 30-a baxaq. Bakıda yerli vaxtla saat 18:32-dir. 18:32-dir. Digər şəhərdə isə saat 11:00-dır. Saat 11:00-dır. Və bu şəhərin hansı coğrafi uzunluqda yerləşdiyini müəyyən edin. 18:32-dən 11:00-a çıxırıq. 7 saat 32 dəqiqə. 7 saat 32 dəqiqəni də dərəcəyə çeviririk. Burada 7 demək tənasib qrup tapırıq 105 dərəcə. Dəqiqəni də çeviririk dərəcəyə 8, toplayanda 113 dərəcə. Deməli, Bakı ilə həmən məntəqə arasında dərəcə fərqi 113 dərəcədir. Deməli, həmən məntəqə düşür, 63 dərəcə qərb uzunluğuna düşər. Məsələ 31-ə baxaq. Əgər 117 dərəcə şərq uzunluğunda yerləşən Pekin şəhərində yerli vaxtla saat 12:00 olarsa, saat 12:00 olarsa Pekin şəhərində. Demək, 12:00 olarsa, bu vaxt London şəhərində yerli vaxtı müəyyən edin. London şəhəri yerləşir 0-cı meridianda. Deməli, Pekin şəhəri ilə London şəhəri arasında dərəcə fərqi 17 dərəcədir. 17 dərəcəni də bölürük biz 15-ə. 7 saat, əgər demək, qalığa fikir versək, 12, 12-ni də biz çeviririk dəqiqəyə, 7 saat 48 dəqiqə. Deməli, aralarında saat fərqi 7 saat 48 dəqiqədir. Əgər Pekin şəhərində saat 12:00-dırsa, aralarındakı saat fərqini çıxırıq, 7 saat 48-i tapırıq buradan. Burada 12:00-da demək 11:60 kimi 1 saat da bu tərəfə veririk. 60 dəqiqə, 1 saatımız 60 dəqiqədən ibarətdir. 11:60 çıxılsın 7:48. Deməli, tapırıq, demək, Londondakı saatı tapırıq. Saat olur 4:12. Saat olur 4:12. Burada bizdən London şəhərindəki yerli vaxtı istəyir. Məsələ 32-yə baxaq. Qeyd edir ki, 33-ə baxaq. Qeyd edir ki, demək, məsələ 33-də 28 dərəcə şərq uzunluğunda yerləşən İstanbul şəhərində günəş yerli vaxtla səhər saat 6:10-da çıxır. Demək, İstanbul şəhəri yerləşir 28 dərəcə şərq uzunluğunda və 6:10-da günəş çıxır. Və qeyd edir ki, bu zaman onunla eyni paraleldə və 4 dərəcə qərb uzunluğunda yerləşən Madrid şəhərində yerli vaxtla saatı müəyyən edin. Madrid şəhəri də yerləşir 4 dərəcə qərb uzunluğunda. Aralarındakı dərəcə fərqi, ikisi də müxtəlif yarımkürələrdə yerləşdiyi üçün dərəcə fərqi 32 dərəcədir. 32 dərəcəni də çeviririk saata. Yenə də 32-də 15-ə bölürük. 2, qalıqdakı rəqəmi də dəqiqəyə çeviririk. 2 saat 8 dəqiqə. Deməli, aralarında saat fərqi 2 saat 8 dəqiqədir. Əgər demək, İstanbulda saat 6:10-da günəş çıxırsa,
deməli fikir verək. Madrid şəhərində 6:10-dan çıxırıq 2 saat 8 dəqiqəni. Buradan tapırıq 4:02-ni. Deməli, Madrid şəhərində yerli vaxtla saat 4:02 olar. Bu da doğru cavab Y variantında düzgün verilmişdir. Məsələ 34-ə baxaq. Ekvator üzərində yerləşən, aralarında yerli vaxt fərqi 12 dəqiqə olan iki şəhəri bir-birindən xəritədə 66,6 santimetrlik məsafə ayırır. Bu xəritənin miqyasını müəyyən edin. 12 dəqiqə deyirsə, deməli biz 12 dəqiqəni dərəcəyə çeviririk. 1 dərəcə yer kürəsi uzaq ətrafında dönməsi üçün 4 dəqiqə vaxt lazımdırsa, 12 dəqiqə x tapırıq 3 dərəcə. Və qeyd edir, ekvator xətti üzrə hərəkət ediriksə, 1 dərəcəlik qoysun uzunluğu 111 kilometrdir. 3 dərəcə x. Buradan tapırıq, həqiqi məsafəmiz olur. Demək, 333 kilometr. Xəritədəki məsafə 66,6 santimetrdir. Miqyas tapırıq. Həqiqi məsafəni xəritədəki məsafəyə bölürük. Buradan tapırıq 1 santimetrdə 5 kilometr. Və izahlı miqyası ədədi miqyasa çevirəndə, əgər kilometrdirsə, 100 minə vururuq. 1-in 500 minə nisbəti miqyası xəritə edər. Xəritənin miqyasını soruşur. Burada doğru cavab A variantında düzgün verilmişdir. Məsələ 35-ə baxaq. A məntəqəsini, A və B məntəqələrinin hansı saat qurşağında yerləşdiyini müəyyən edin. A məntəqəsi yerləşir 65 dərəcə şərq uzunluğu, B məntəqəsi yerləşir 30 dərəcə qərb uzunluğunda. Yenə də demək 65-i 15-ə bölürük, 4, qalığa fikir versək, demək məntəqə yerləşir şərq yarımkürəsində, ona görə də demək 4 saat olduğu kimi saxlayırıq. Deməli A məntəqəsi yerləşir 4-cü saat qurşağında. Fikir verək, 65 dərəcə şərq uzunluğu doğrudan da 4-cü saat qurşağında yerləşir. 4-cü saat qurşağının sərhədlərinə baxaq. 67,5 dərəcə şərq uzunluğu ilə 52,5 dərəcə şərq uzunluğu arasında qalan bütün məntəqələr 4-cü saat qurşağında yerləşir. Sonra 30 dərəcə qərb uzunluğu, onda 30-u da 15-ə böldük 2. Lakin qərb uzunluğu deyirsə 24-dən 2-ni çıxıb tapırıq 22. Deməli 22-ci saat qurşağında yerləşər. 22-ci saat qurşağına fikir verək. 22-ci saat qurşağının sərhədlərinə baxaq. 37,5 dərəcə qərb uzunluğu, 22,5 dərəcə qərb uzunluğu arasında qalan bütün məntəqələr 22-ci saat qurşağında yerləşir. Doğrudan da 30-cu saat qurşağı 30 dərəcə qərb uzunluğu 22-ci saat qurşağında yerləşir. Məsələ 36-ya baxaq. Demək 0 dərəcə uzunluqda yerləşən London şəhəri ilə Bakı şəhəri arasında yerli vaxt fərqini müəyyən edin. Yerli vaxt fərqini müəyyən ediriksə, aralarında dərəcə fərqi demək 50 dərəcədir. 50 dərəcədir. Çünki London 0-cı meridianda yerləşir. Bakı 50 dərəcə şərq uzunluğunda yerləşir. Dərəcə fərqini də çeviririk saata. Demək 50-ni 15-ə bölürük 3, qalıqda 5. 5 dərəcəni də dəqiqəyə çeviririk 20 dəqiqə. Deməli 3 saat 20 dəqiqə edər. B variantında düzgün verilmişdir. Məsələ 37-yə baxaq. Bakıda 21 mart tarixində yerli vaxtla saat 02:20-dir. 20 olan zaman Londonda hansı gün və yerli vaxtla saat neçədir? Bakı ilə London arasında bayaq qeyd etdik. Zaman fərqi 3 saat 20 dəqiqədir. Bayaq burada qeyd etdik. 3 saat 20 dəqiqədir. Və Bakıda saat 02:20-dirsə, 21 mart tarixidirsə, biz deməli əvvəlcə 24:00-dan çıxırıq 3:20-nə.
Buradan 1 saat deməli 60 dəqiqə edir. 23:60-dan çıxırıq 3:20-ni, tapırıq 20:40-ı. Və 20:40-ın üzərinə Bakıdakı saatı gəlirik. 2:20-ni gəlirik. Buradan tapırıq 23:00. Deməli, Londonda saat 23:00 və 20 mart tarixi olar. Hələ 20 mart tarixi olar. Çünki Bakıda 21 mart tarixidirsə, Londonda bir gün əvvəl 20 mart tarixi olar. Məsələ hələ demək, məsələ 38-ə baxaq. A və B məntəqələri arasındakı qurşaq vaxt fərqi, demək, fərqini müəyyən edin. A məntəqəsi 76 dərəcə şərq uzunluğu, B məntəqəsi 39 dərəcə şərq uzunluğunda yerləşir və aralarında dərəcə fərqi 37 dərəcədir. 37 dərəcəni də saata çeviririk. Bizdən qurşaq vaxt fərqini istəyirsə, deməli 2 saat olar. 2 saat olar. Doğru cavab demək D variantı 2 saat. Məsələ 39-a baxaq. Birinci məntəqədə Günəş Qrinviçdən, Qrinviç meridianından 5 saat əvvəl. Üfüqdə göründüyü halda ikinci məntəqə Qrinviçdəkindən 3 saat gec görünür. Göz görünən məntəqələr arasındakı coğrafi uzunluq fərqini müəyyən edin. 5 saat deyirsə, 5 saat. Deməli, biz 5-i 15-ə vururuq, tapırıq 75 dərəcə və 3 saatı da vururuq 15-ə, tapırıq 45 dərəcə. Deməli, Qrinviçdən 5 saat əvvəl deyirsə, Günəş Qrinviç meridianından 5 saat əvvəl çıxırsa, deməli 75 dərəcə şərq uzunluğunda yerləşir həmən məntəqə. 3 saat gec çıxırsa, 45 dərəcə qərb uzunluğunda yerləşir həmən məntəqə. Aralarındakı dərəcə fərqini soruşur. 45 dərəcə qərb uzunluğu ilə 75 dərəcə şərq uzunluğu arasında dərəcə fərqi 120 dərəcə edər. Məsələ 40-a baxaq. Məsələ 40-a baxaq. Bakıdan yerli vaxtla saat 12:00-da 270 dərəcəlik azimutda uçan təyyarənin 3 saat sonra yerə indiyi məntəqədə yerli vaxtla saat 12:00-dır. Bu məntəqənin yerləşdiyi saat qurşağını müəyyən edin. Bakıda saat demək 12:00-dırsa, həmən məntəqədə 3 saat sonra deyirsə, deməli biz 3 saatı dərəcəyə çeviririk. Yenə də 3 saatı 15-ə vururuq, 45 dərəcə. 45-50 dərəcədə Bakıda yerləşir 50 dərəcə şərq uzunluğu və 50 dərəcədən çıxırıq 45 dərəcə, tapırıq 5 dərəcə şərq uzunluğu. Deməli, həmən məntəqə olar 5 dərəcə şərq uzunluğu. Yəni 3 saat sonra həmən məntəqədə saat 12:00 olar. Məsələ 41-ə baxaq və müşahidəçinin Bakı şəhərindən 0 dərəcəlik azimutla, deməli şimala doğru biz hərəkət edirik. Bakı şəhərindən Bakı yerləşir 40 dərəcə şimal enliyi, yəni 40 dərəcə şimal enliyindən şimala doğru 4440 kilometr yol gedərək çatdığı məntəqənin coğrafi koordinatlarını və yerləşdiyi saat qurşağını müəyyən edin. Bakı yerləşir 40 dərəcə şimal enliyindən və 4440 kilometr hərəkət ediriksə, meridian xətti üzrə hərəkət ediriksə, çünki şimala doğru deyir, Bakı yerləşir 50 dərəcə şərq uzunluğunda və biz şimala doğru hərəkət ediriksə, deməli biz 40 dərəcə hərəkət etmiş oluruq. Burada tənasib qrup tapırıq 40 dərəcə və Bakı 40 dərəcə şimal enliyindən 40 dərəcə yerləşirsə, 40 dərəcə şimala doğru 80 dərəcə şimal enliyinə çatmış olaraq və meridian xətti üzrə hərəkət ediriksə, 50 dərəcə şərq uzunluğunda yerləşər. Həmən məntəqənin coğrafi koordinatları olar 80 dərəcə şimal enliyi, 50 dərəcə şərq uzunluğu. Sonra bizə də qeyd edir ki, hansı saat qurşağında yerləşər. Hansı saat qurşağı deyirsə, yerləşdiyi
saat qurşağını istəyir bizdən. Saat qurşağı deyirsə, Bakı yerləşir 50 dərəcə şərq uzunluğunda. 50 dərəcəni bölürük. 50 dərəcəni bölürük 15-ə. Burada 3 qalıq bizə saat qurşağı lazımdır. 3-cü saat qurşağı olar. 3-cü saat qurşağı. Doğrudan da 50 dərəcə şərq uzunluğuna baxaq. 50 dərəcə 3-cü saat qurşağının sərhədlərinə fikir verək. 52,5 dərəcə şərq uzunluğu, 37,5 dərəcə şərq uzunluğu və 3-cü saat qurşağının sərhədlərinə görə, yəni bu məntəqələr arasında, bu uzunluqlar arasında qalan bütün məntəqələr 3-cü saat qurşağında yerləşər. Bakıda 50 dərəcə şərq uzunluğunda yerləşdiyi üçün və həmən məntəqə də 50 dərəcə şərq uzunluğunda yerləşdiyi üçün 3-cü saat qurşağında yerləşər. Ona görə də həmən məntəqənin coğrafi koordinatları olar 80 dərəcə şimal enliyi, 50 dərəcə şərq uzunluğu və 3-cü saat qurşağı olar. Məsələ 42-yə baxaq, sonuncu məsələmizə baxaq. 42 Bakıda yerli vaxtla saat 4:28-dir. Ondan qərbdə, cənub-qərbdə yerləşən yay gün dönümündə günəş şüalarının günorta 36,5 dərəcə bucaq altında düşdüyü məntəqədə, demək A məntəqəsində saat 20:36-dır. A məntəqəsinin yerləşdiyi saat qurşağını və onun coğrafi koordinatlarını müəyyən edin. Əgər demək yay gün dönümü deyirsə, biz bilirik ki, günəş deməli 22 iyun tarixində 23,5 dərəcə şimal enliyində günəş zenitdədir. 23 iyun tarixində 23,5 dərəcə şimal tropikində günəş zenitdədir və 90 dərəcəlik bucaq altında düşər. Və ona görə də biz əvvəlcə məntəqəni tapmaq üçün bizim düsturlarımız var idi. Keçən video dərslərdən qeyd etmişik. Baxın, bu düsturdan biz istifadə etməliyik. Günəşin zenitdə olduğu enlik üstə gələk çıxaq, 90 dərəcə çıxılsın bucaq. Buradan tapırıq, demək, günəşin zenitdə olduğu enlik 23,5 dərəcə şimal enliyi, çıxılsın, 90 dərəcə çıxılsın, 36,5 dərəcə. Çünki bizə qeyd edir ki, günəş şüalarının günorta 36,5 dərəcə bucaq altında düşdüyü məntəqə və 23,5 dərəcə şimal çıxırıq, 53,5 dərəcə mötərizənin içini həll edib tapırıq 53,5 dərəcə. Fikir versək, baxın, mötərizənin içindəki rəqəm əgər demək bu rəqəmdən böyükdürsə, 23,5, yəni buradakı rəqəmdən böyükdürsə, mötərizənin içindəki rəqəm artıq şimalın əksi cənub olacaq. Deməli, həmən məntəqə yerləşir cənub yarımkürəsində. 30 dərəcə cənub enliyində yerləşər. Burada qeyd etmişəm. 30 dərəcə cənub enliyində. Və qeyd edir ki, həmən məntəqədə saat 20:36-dır. Bakıda 4:28-dirsə, həmən məntəqədə 20:36-dırsa, biz saat fərqindən 20:36-dan çıxırıq 4:28-i, burada tapırıq 16:08 tapırıq. 16:08-i də dərəcəyə çeviririk. Bayaqki qaydada 16-nı 15-ə vururuq, tapırıq 240. Burada 8 dəqiqə var. 8 dəqiqəni də dərəcəyə çeviririk 2. 240-ın üzərindən 2-yə gəlib tapırıq 242 dərəcə. Və artıq 180 dərəcəni keçmişiksə, biz 360-dan 242-ni çıxıb tapırıq 118 dərəcəni. Deməli, aralarında dərəcə fərqi 118 dərəcədir. Bakı yerləşir 40 dərəcə şimal enliyində və 50 dərəcə şərq uzunluğunda yerləşir. Bakı ilə həmən məntəqə arasında dərəcə fərqi 118 dərəcədirsə, demək, həmən məntəqə yerləşir 68 dərəcə qərb uzunluğunda yerləşər və Bakıdan cənub-qərb istiqamətində yerləşir. Çünki burada qeyd edir, ondan cənub-qərbdə yerləşir. Baxın, burada qeyd edirəm cənub-qərb.
Bakı yerləşir bu ərazidə, yəni 40 dərəcə şimal, 50 dərəcə şərq uzunluğu. Digər məntəqə yerləşir 30 dərəcə cənub enliyi, 68 dərəcə qərb uzunluğunda yerləşir. Və sonra bizə qeyd edir ki, A məntəqəsinin yerləşdiyi saat qurşağı, indi isə saat qurşağını tapaq. 68 dərəcə qərb uzunluğunda yerləşir. Yenə də 68-i biz bölürük 15-ə. 15-ə bölürük 4, qalıqdakı rəqəmə baxırıq 8. Deməli 7,5-dən böyükdür. Sə üzərinə 1 gəlirik, tapırıq 5 və qərb yarımkürəsində yerləşdiyi üçün, çünki 68 dərəcə qərb uzunluğunda yerləşir, 24-dən biz 5-i çıxırıq. 24-dən 5 çıxıb tapırıq 19. Deməli 19-cu saat qurşağında yerləşər. Məntəqənin coğrafi koordinatları olar 30 dərəcə cənub enliyi, 68 dərəcə qərb uzunluğu və saat qurşağı da 19-cu saat qurşağı olar.